bizim asistentlerimizden biri deyir ki, bu diş, bu ağıl işidir. Yanağımı incidir deyə buranı incidirmiş, hə? İncidir. Bağlayaq, bağlayaq. Yanağın incinirdir, belə deyir. Qalır dişlərin arasında sıxılır yəqin ki. İndi bunu çəkirik. Özü çox pis qorxur ha. Millətə deyir ki, sakit ol, heç nə olmaz, amma özü qorxur. Ha? Bək qorxsan, üzün düşsün. Fərq yoxdur. Fərq yoxdur, deyə budur. Bizə də elə lazım deyil mi? Bax, böyük ekranda. Çəkirik. Nə oldu xarıda? Ağrımadı. Ağrımadı. Hündürdən danışdı, səsi düşsün. Ağrımadı, değil mi? İğne ağrımadı da. İndi dişi çəkir. İğne vurdu, xarıda deyir ki, dişi ağrımadı. İndi dişi çəkəcək. Yalandan bile çok qorxularmış. Elə özümdə. Yalandan. Yox, yalandan deyil, doğrudan qorxulacaqsın. Doğrudan qorxulacaqsın. Qorxmayın. Narahat olmayın. Bəs özün niyə narahatsın? Bu tərəf elə başı. Çəkək mi? O. Çıxdı. Belə kökləri dəyir, amma çıxdı. Ələnsə sağ ol. Bunu apararsan evə, orada o vaxtı şey deyirdilər də, sıçan deşiyinizi də hatırlayın. İndi sıçan deşiyi yoxdur, axı bir yer taparsın. Kəntə gedəndə atarsan, o da çox olur sıçan deşikləri. Bağlayırıq, sıxırıq.